üçüncü dərsimiz olacaq mexaniki rəqslər və dalğalar. Ümumiyyətlə uşaqlar, mexaniki rəqs deyəndə bilirsiniz necə başa düşülür? Məsələn, tutalım ki, sən bir hərəkəti icra edirsən, düzdürmü? Məsələn, pultu stolun üzərindən götürürsən. Buna biz mexaniki hərəkət deyirik. Yəni hər hansı bir hərəkət icra eləmisən. Amma bir hərəkət davamlı olaraq təkrarlanırsa, mütəmadi olaraq təkrarlanırsa, bu hərəkət bizim üçün artıq mexaniki hərəkət yox, mexaniki rəqs olur. Yəni, mexaniki hərəkəti, yenə deyirəm, mexaniki hərəkət hər hansı bir hərəkətdir. Bu hərəkətin davamlı olaraq təkrarlanması mexaniki rəqs deməkdir. Mexaniki rəqs əmələ gətirir. Deməli, buna biz necə deyə bilərik? Yəni, cismin eyni trayektoriya üzrə müxtəlif istiqamətlərdə təkrarlanan hərəkətidir. Və yaxud da mexaniki rəqs deyə bilərik ki, cismin tarazlıq vəziyyəti ətrafında dövrü təkrarlanan hərəkətidir. Həmçinin nə deyə bilərəm? Mexaniki hərəkətin təkrarlanması prosesidir. Buna məsələn nəyi misal çəkə bilərəm? Məsələn, yerlənçəkdə yerlənmək buna misal ola bilər. Yəni, sən bir dəfə yerlənçəyi irəli getdisə, bu mexaniki hərəkətdir. Yerlənçəyin geri getməsi, bu da mexaniki hərəkətdir. Amma yerlənçəyin mütəmadi olaraq irəli və geri getməsi artıq mexaniki hərəkətin təkrarlanmasıdır. Və bu təkrarlanma prosesi də bizim üçün nə əmələ gətirəcək? Mexaniki rəqs əmələ gətirəcək. Deməli, mexaniki rəqsin tərifini deyəndə cismin eyni trayektoriya üzrə müxtəlif istiqamətlərdə təkrarlanan hərəkətidir deyə bilərik. Çünki yerlənçəkdən gördüyümüz kimi. Və yaxud da deyə bilərik, mexaniki rəqs cismin tarazlıq vəziyyəti ətrafında dövrü və ya təxmini təkrarlanan hərəkətidir. Yerlənçəkdən başqa buna nəyisə bir nümunə çəkə bilərikmi? Uşaqlar, əlbəttə, məsələn, fərz edək ki, bu mənim bir tavanımdır, düzdür və fərz edək ki, tavandan biz bir ip asmışıq. Gəlin görək nə olacaq. Mən buradan bir ip asmışam. İpin də başında bir cism olsun. Yəni, buradan da bir cisim göstərək. Bu da olsun mənim cismim. Bu, uşaqlar, cismə əgər mən toxunmasam, bu cisim burada dayanacaq da, düzdür. Bax, bu O nöqtəsi bu cismin tarazlıq vəziyyətidir. Yaxşımı? Yəni, cisimlərin dayandığı yer onların tarazlıq vəziyyətidir. Tutalım ki, mən buna belə bir sürətlə vurdum və bu irəli doğru hərəkət elədi. Və məsələn, tutalım gəldi bura. Bu artıq bunun birinci halı olur. Yəni, gələcək bura, düzdür. Bəs nə olacaq? Burada mı qalacaq? Əlbəttə ki, yox. Yenidən belə aşağı doğru hərəkət eləyəcək və yenə də burada gəlib tarazlıq vəziyyətindən keçib, bu səfər də bu biri tərəfə hərəkət eləyəcək, düzdürmü? Bax, buna biz deyəcəyik rəqsi hərəkət. Yəni, davamlı olaraq eyni proses sağ və sol istiqamətlərdə təkrarlanacaq. Buradan yenə bura gələcək və s. və s. Yəni, bu şəkildə hərəkətimiz davam eləyəcək. İndi burada biz nədən danışa bilərik? Rəqsi hərəkəti xarakterizə etmək üçün uşaqlar bəzi kəmiyyətlər var. Gəlin indi onları nəzərdən keçirək. Gəlin uşaqlar, bunları bir-bir nəzərdən keçirək. Birincisi, uşaqlar, biz burada deyəcəyik, birinci olacaq bizim üçün rəqs amplitudu. Bir dəqiqə. Aha, birinci olacaq rəqs amplitudu. Nədir rəqs amplitudu? Uşaqlar, ümumiyyətlə, amplitud sözünün mənasını bilirik də yəqin ki, düzdür. Yəni, məsələn, deyir, bugün havanın amplitud temperaturu 33 dərəcə olub. Bu, deməkdir ki, yəni, ən maksimal dərəcə bizim üçün 33 dərəcə olub. Onun o tərəfəsi yoxdur. Maksimum, yəni, ən çox olan mənasında da amplitud. İndi, amplitud onda burada nə olacaq? Cismin tarazlıq vəziyyətindən ən böyük yer dəyişməsidir. Amplitud, uşaqlar, x maksimumla ifadə olunur və ya çox vaxtda A hərfi ilə işarə olunur. Görə bilərsiniz. Vahidi də təbii ki, nə olacaq uşaqlar? Vahidi də təbii ki, 1 metr olacaq. Niyə? Çünki dediyim kimi məsafəni bildirir. Hardan hara kimi məsafədir uşaqlar? Yenə deyirəm. Bax, sən bunu hərəkətə gətirdin. Bu, buradan belə hərəkətə başladı V sürətlə. Bu, ən çox harasa kimi gedir da, sonra qayıdır da geri, düzdür? Bu, ən çox getdiyi yer bizim üçün artıq maksimal məsafə olur. Yəni, yenə deyirəm, tarazlıq vəziyyətindən ən çox uzaqlaşdığı məsafə. Bax, bu məsafə bizim üçün olacaq nə? Bizim üçün olacaq amplitud məsafə. Aydın oldu mu? Yəni, tarazlıq vəziyyətindən ən çox uzaqlaşdığımız məsafəni göstərəcək. İkincisi, uşaqlar, adlanır rəqsin periodu. Rəqsin periodu. Uşaqlar, periodla biz artıq çevrədən tanışıq da, düzdür. Biz nə demişdik? Baxın, bu mənim çevrəm idisə, biz demişdik ki, əgər cisim buradan hərəkətə başlayıb, təzdən fırlanıb bura gəlsə, bu bizim üçün bir tam dövr olacaq. Uşaqlar, gəlin biz görək çevrə üzrə bir tam dövr eləyəndə neçə dənə çevrə yarımı gedirik? Baxın, 1, 2, 3,
4. Yəni 4 hissəli çevrəni gedəndə bu bizim üçün bir tam dövr olmuş olur. Uşaqlar, eyni şey burada da keçərlidir. Bir dənə fikir verin. Burada bilirsiniz bir tam dövr nədir? Bəzən uşaqlar deyir ki, müəllimə, başladığı yerə qayıtmaqla, məsələn, bu buradan hərəkətə başladı. Bax, bu olsun mənim 1 nöqtəm, bu olsun mənim 2 nöqtəm, bu olsun mənim 3 nöqtəm. Uşaq deyir ki, müəllimə, bu 1 nöqtəsində dayanıb. Gəldi 2 nöqtəsinə, təzədən qayıtdı 1 nöqtəsinə. Bu olsun da bir period. Xeyr, uşaqlar, bu bir period olmur. Bilirsiniz niyə? Çünki hərəkət tamamlanmadı axı. Bu sol tərəfə getdi, amma bu hərəkətdə sağ tərəfdə də hərəkət var axı. Ona görə burada hərəkət tamamlanmalıdır. Yəni sən burada 1 nöqtəsindən gəldin 2 nöqtəsinə, sonra yenidən gəldin 1 nöqtəsinə, hələ period tamamlanmayıb. Yenidən 1-dən gəldin 3 nöqtəsinə, 3-dən qayıtdın 2 nöqtəsinə. Bax, bu artıq bizim üçün bir period ifadə olunacaq. Yəni onda bir period üçün nə olmalıdır uşaqlar? 4 dənə amplitud getməlisən. Baxın, yenə deyirəm, 1-dən 2 nöqtəsinə gəldim. 2-dən təzədən 1-ə qayıtdım. 1-dən 3-ə getdim. 3-dən təzədən 1-ə qayıtdım. Sonra nə olacaq? Təzədən 1-dən 2-yə gedəcəm. Yəni artıq ikinci hərəkət başlayacaq. Aydındırmı? Yəni burada rəqsin periodu, bax bu 4 dənə taxta, 4 amplituda sərf olunan zaman müddətidir. Onda rəqs periodu nə olacaq? Rəqs periodu bir tam rəqsə sərf olunan zamandır. Amma yenə deyirəm, bir tam rəqs nə olacaq? Bir tam rəqs təzədən 1-dən 2-yə gedib təzədən 1-ə qayıtmaq deyil. 1-dən 2-yə getdin, 1-ə qayıtdın, sonra 1-dən bu biri qovuşa getməlisən də, 3-ə getdin, sonra təzədən 1-ə qayıtdın. Bu artıq bir tam rəqs hesab olunacaq. Onda deməli burada rəqsin periodu adicə zamandır. Necə ki çevrədə bir tam dövrə sərf olunan zamandırsa, burada da bir tam rəqsə sərf olunan zamandır. Yenə də vahidi təbii ki zamandır, saniyədir və yenə də period T hərfi ilə işarə olunacaq və yenə dediyimiz kimi vahidi də 1 saniyədir. Yəni dəyişən heç bir şey yoxdur. Sonra gəlirdi üçüncüsü. Üçüncü uşaqlar rəqsin tezliyidir. Rəqsin tezliyi də yenə həmin şeydir. 1 saniyədə neçə rəqs baş verdi? Necə ki çevrə demirdi, 1 saniyədə baş verən dövrlərin sayı. Burada da 1 saniyədə baş verən rəqslərin sayıdır. Sadəcə burada tezlik N hərfi ilə yox, nu hərfi ilə işarə olunur. Amma yenə də hertzdir, yenə də saniyə üstü -1-dir. Gəlin birinci saniyə üstü -1 yazaq. Saniyə üstü -1-dir. Buna da 1 hertz deyə bilərik. Yəni heç bir dəyişən heç nə yoxdur. Aha, bir də uşaqlar burada dördüncü var. Omega var idi çevrədə. Yadınızdadır. Hə, o burada var. Dairəvi tezlik olaraq keçir. Dairəvi tezlik 2pi saniyədəki rəqslərin sayıdır. Yəni yenə omegadır uşaqlar. Dəyişən bir şey yoxdur. Omegadır. Omeganın da yenə ifadəsi nə olacaq? Yəni 2pi nüdür. Başqa heç bir mənası yoxdur. Eynən çevrədəki kimi düşünün. 2pi nü və yaxud da omega bərabərdir 2pi bölək t. Yəni dəyişən heç nə yoxdur. Burada da omeganın da vahidi hertz olacaq, unutmayın. Aha, indi burada uşaqlar, bax yenə deyirəm, bir tam rəqsin mənasını anlayaq. Deməli, burada mən bir ulduz qoyum. Bir tam rəqs nə deməkdir? Onu anlayaq. Deməli, bir tam rəqs nə olacaq? 4 amplituda bərabərdir. Uşaqlar, bir tam rəqs nəyə bərabər olacaq? 4 amplituda bərabər olacaq. Bax, yenə deyirəm. Yəni, 1-dən 2-yə getdim. 1 amplitud. Çünki 1 maksimal getdim. Sonra 2-dən 1-ə qayıtdım. Baxın, 2-dən 1-ə qayıtdım. Tarazlıq vəziyyətinə qayıtdım deyə bir tam rəqs eləmiş olmuram. Çünki hərəkətim tamamlanmayıb. Sonra təzədən 1-dən 3-ə getdim. Sonra 3-dən təzədən 1-ə qayıtdım. Bəli, artıq bu oldu mənim üçün bir tam rəqs. Yaxşımı? Bunu yadınızda saxlayın. Aha, sonra burada uşaqlar tezliklə period arasında əlaqə var. Eyni şeydir. Eyni şeydir. Yəni dəyişən heç nə yoxdur. Period nəyə bərabərdir? Gəlin istəyirsiniz o da ulduzla yazaq. Deməli, period bərabərdir tezliklə tərs cəmiyyətlərdə də və yaxud da tezlik bərabərdir 1 bölək period. Tezlik və period qarşılıqlı tərs ədədləri, dəyişən heç nə yoxdur. Yəni burada periodun ifadəsi yenə t böl n-dir. Tezliyin ifadəsi də n böl t-dir. Dəyişən heç nə yoxdur. İstəyirsiniz o da yazaq. Period üçün biz yazacağıq t böl n, eynən çevrədəki də, yəni dəyişən heç nə yoxdur. Tezliyin də yerinə yazacağım n böl t. Yəni burada eyni məsələlərdir. Aha, bunlar olur bizim uşaqlar çevrədə
daha doğrusu mexaniki rəqsi xarakterizə edən cəmiyyətlər, düsturlarımızın hamısı da uşaqlar olacaq çevredəki düsturlar. Dəyişən heç bir şey yoxdur. Sadəcə məsələn deyirəm, sürətin orada düsturu V bərabərdir 2πr deyil, 2πrn deyil, daha doğrusu r-in yerinə gətirib maksimal yazacaqsınız, amplitudu yazacaqsınız, x maksimum. Başqa burada heç bir mənası yoxdur. Aha, bu belə. Sonra uşaqlar burada harmonik rəqslər var. Harmonik rəqs nədir? Harmonik rəqslər uşaqlar yer dəyişmə ilə düz mütənasib olub, yer dəyişmənin əksinə yönələn qüvvələrin təsiri ilə yaranan rəqslərdir. Yəni elastiklik qüvvəsi məsələn təsiri ilə yaranan rəqslərdir. Deməli harmonik rəqslər uşaqlar rəqs edən sistemi xarakterizə etmək üçün yer dəyişmədən, sürətdən, bir də təcildən istifadə olunur. Deməli uşaqlar mexaniki rəqsləri, yəni harmonik rəqsləri xarakterizə etmək üçün biz nələrdən istifadə edəcəyik? Yer dəyişmə, sürət və təcil. Onda harmonik rəqslər nə olacaq? Yer dəyişmə, sürət və təcilin kosinus ya da sinus qanunu ilə dəyişməsidir. Yaxşımı? Sonra burada rəqs sistemi anlayışı var. Rəqsi hərəkəti icra edən cisimdir. Rəqs sistemi. Məsələn, bir yaxşı yaylı riyazi rəqqas idi, fikir verdinizsə. O məsələn bizim üçün rəqs sistemidir. İndi uşaqlar, baxın, burada çox önəmli bir nüans var. Burada birincisi, mən sizə onu deyim ki, düsturlarımız yenə deyirəm, adicə çevrəni düsturlar olacaq. Məsələn deyirəm, V bərabərdir, məsələn deyirəm, bunları gəlin deyim, V bərabərdir 2πrn çevrədədirsə, sən bunu burada 2π x maksimum n olaraq yazacaqsan. Yəni, məsafənin yerində sadəcə gətirib amplitud qiyməti yazacaqsan. Ya da, məsələn, V bərabərdir, burada da omega r deyil çevrədə. Bu olacaq V bərabərdir omega x maksimum rəqslərdə. Yəni dəyişən heç yoxdur. Bu kvadratda olanlar rəqslərə olanlardır. Ya da məsələn təcil çevrədə də elə burada da V omegaya bərabərdir. Yəni burada dəyişən heç bir şey yoxdur. Və yaxud da təcil A bərabərdir V bölək V kvadratı bölək x maksimum ifadəsi ilə, yəni r əvəzinə də A bərabərdir omega kvadratı x maksimumla ifadə olunacaq. Yəni burada əslində çevrədə radius idisə, burada sadəcə x maksimum yazılacaq. Yəni başqa heç bir fərqi yoxdur. Yəni buradan necə məntiq çıxardıram? Buradan belə bir məntiq çıxardıram ki, əgər sən çevrədəki düsturları əzbər bilsən, radiusların hamısının yerində x maksimum, yəni amplitud yazmaqla bütün düsturları bilmiş olursan. Bu belə. Düsturlarımız belə. İndi uşaqlar baxın, indiyə kimi görmədiyimiz bir şey rəqslərdə nədir? Kosinus və sinus anlayışları var uşaqlar. Burada rəqsi hərəkətlər baş verir və bu rəqsi hərəkətləri anlamaq üçün də biz kosinus və sinusu bilməliyik. Və hər şeydən əvvəl birinci onu bilək ki, rəqsi hərəkətlər kosinus və ya sinus qanunu ilə hərəkət edir. Əgər sizə sinus qanunu verilsə, sinus sıfırda sıfır alır, düzdür? Onda sıfırda sıfırdan başlayacaq. Bax, bu şəkildə rəqs sinus qanunu ilə gedilən rəqsdir. Amma məsələn, bu şəkildə verilsə, kosinus sıfırda 1 alır. Yəni, maksimal qiyməti 1-dir. Bu şəkildə getsə, bu olur kosinus qanunu. Deməli, əgər koordinat başlanğıcından başlasam, bu olur sinus qanunu ilə dəyişmə. Amma mən 1-dən başlasam, bu olur kosinus qanunu ilə dəyişmə. Əslində, siz bunu riyaziyyatdan bilirsiniz. Sadəcə yenə də özüm deyirəm ki, birdən bilmərsiniz da. Bilin ki, bu qanunlarla yaranır. İndi uşaqlar, burada bizim belə bir məsələmiz var. Nəyə fikir verməliyik? Hərəkət tənlikləri ondan ibarətdir ki, burada ən çox siz nəyə baxacaqsınız? Baxın, məsələn, tutalım ki, x-i tapıram. Düzdür? Yəni məsafəni. X bərabərdir nə yazılacaq uşaqlar? Həmişə bərabərdən sonra verilən kəmiyyətin maksimal qiyməti yazılır. Yəni x maksimum, məsələn, kosinus omega t. Və yaxud da burada omega t üstə gələk fi 0 yazıla bilər. Burada fi 0 da təbii ki fazadır. Bu başlanğıc fazadır. Fi 0 da fi 0 olsa onda x bərabər x maksimum kosinus omega t olacaq. İndi gəlin görək bunu biz necə çəkəcəyik. Baxın, indi bir-bir başlayacağıq. Birinci x-i tapaq, sonra ona görə başqalarını da nəzərdən keçirərik. Baxın, birinci tapıram x-i, düzdür? İndi gəlin belə yazaq. Məsələn, tutalım ki, buradan yazım 1. X-i kosinusdan götürəcəm. Yazıram 1. Yazıram x bərabərdir x maksimum kosinus omega t üstə gələk fi 0. Yenə deyirəm, üstə gələk fi 0. Burada uşaqlar fi 0 nə olacaq? Yenə fi 0 başlanğıc fazadır. Əgər fi 0 0 olsa, məsələn götürək ki fi 0 bərabərdir 0-dır. Onda nə olacaq? X bərabərdir x maksimum
kosinus omega t. İndi sən bunu çəkmək istəyirsən, tutalım ki. Uşaqlar, bax, yenə deyirəm. Burada nəyə fikir verəcəm? Qrafikimizi çəkəndə artıq elə bir ki, belə düşünün də, düz asılılıq, tərs asılılıq olmayacaq da. Burada kosinus qanunu ilə çəkməlisən. Niyə? Çünki tənliyim kosinuslandır. Baxın, belə çəkdimmi? Aha, burada indi mən x-i qoyuram, çünki x-in tənliyidir, yəni vahidi də metrdir. Burada da zamanı qoyuram. Qanunumuz nədir? Kosinus. Biz demişdik ki, kosinus 0-da 1 aldığına görə 1-dən başlayacağam. Düzdür? Bax, bura mənim üçün 1 qiymətidir. Burada təbii ki, -1-dir. Bax, bu ikisinin arasında rəqs eləyəcək. Bax, bu iki xəttin arasında rəqs baş verəcək. Bax, bu şəkildə. Aha, gördünüzmü? Bu oldu bizim rəqsimiz. İndi uşaqlar, burada belə bir şey var ki, bilirsiniz də, hər bu yarım 90 dərəcədir. Yəni, bura məsələn tutalım ki, pi böl 2-dir. Baxın, bu hissə. Bura pi böl 2-dir. Aha, onda bura məsələn pi düşür. Düzdür? Bura yenə pi böl 2 düşür. Baxın, bu hissəyə. Sonra bura 2 pi düşür. Yəni, bu şəkildə irəliləyir da, düzdürmü? İndi burada biz nəyə fikir verməliyik? Bu mənim oldu, nəyim? Bu mənim oldu x qanunum. İndi uşaqlar, gəlin, biz nəyə fikir verək? Bəs birdən sürəti çəkmək istəsəm, gəlin indi sürəti çəkək. Sürəti çəkmək üçün uşaqlar, bir dənə nəyə fikir verməlisiniz? Baxın, yazıram 2, buradan yazıram sürət. Uşaqlar, sürəti necə tapırıq? Baxın, sürət, mən bilirəm ki, x-in zamana bölünməsidir. Çünki gedilən yolu zamana böləndə mənə sürət verir. Bu o deməkdir ki, sürət x-dan birinci tərtib törəmədir. Düzdür? Yəqin ki, bu törəmə anlayışını bilik də. Nəyi zamana bölürsənsə, bil ki, həmin kəmiyyət ondan birinci tərtib törəmədir. Sürət nədir? Yolu zamana bölmək. Onda sürət yolun zamana görə birinci tərtib törəməsidir. Zamana bölmək birinci tərtib törəmə deməkdir. Onda deməli sən x-in qiymətindən bir tərtib törəmə alsan, bu sənə sürəti verəcək. Bəs törəmə almağı bilirsinizmi? İndi bilmirəm də, bilirsiniz ya yox. Gəlin onda əgər bilmiriksə tapaq. Uşaqlar, yazıram v, yəni sürət bərabərdir nəyə? X-dan birinci tərtib törəmə. O da bərabərdir. X-in qiymətini nə almışam? Gətirib qoyuram yerinə. Yəni, x maksimum kosinus omega t-dən birinci tərtib törəmə. Düzdür? İndi gəlin, istəyirsiniz bunu biraz uşaqlar naziklə yazım, sonra qalınlaşdıraram. Deməli, v aldım ki, x-dan birinci tərtib törəmədir. O da aldım ki, x özün x maksimum kosinus omega t olaraq verir baxı. Bundan birinci tərtib törəmə. Uşaqlar, belə törəməsini necə tapırıq? Bərabərdir. Mən bilirəm ki, burada nə baş verəcək? X maksimum kosinus omega t-nin törəməsini tapanda burada belə alınır da. Kosinusun törəməsi nədir? Sinusdur, amma mənfi sinusdur da. Onda biz burada kosinusdan törəməni mənfi sinus alacağıq. Yəni, mənfi x maksimum sinus omega t. Bir də bilirsiniz ki, uşaqlar, kosinusundan sonra içəridə olanın törəməsini ayrı alırsınız. Yəni, bir də omega t-nin törəməsi olur da burada. Vuraq omega t-nin törəməsi. Vuraq omega t-nin törəməsi. Baxın, burası riyaziyyatdır, bilirsinizmi? Məsələn, sən bunun törəməsini tapanda deyirsən ki, kosinusun törəməsi sinusdur. Olduğu kimi yazırsan, amma sinusu ilə qarşısında təbii ki, mənfi ilə, bir də kosinusun qarşısındakı omega t-nin də törəməsini almalıyıq deyə, bir də onun törəməsini tapırsan. O da bərabərdir. Buradan omega t-nin törəməsi uşaqlar mənə verir omeganı. O atıram qabağa. Mənfi x maksimum vuraq omega sinus omega t. Uşaqlar, bir dənə fikir verin. Burada nə aldım? X maksimum omega, yəni omega r, elə bu v maksimumdur da, axı bu elə sürətin düsturudur. Onda deməli buradan mən alıram ki, v bərabərdir, deməli v bərabərdir v maksimum mənfi ilə. Mənfi v maksimum sinus omega t. Yəni burada omega x maksimum verilmişdi da, elə sürətin çevrədə düsturu omega r deyil, o alındı da təsadüfdən, gördünüzmü? Yəni o da v maksimum kimi yazıram. Onda deməli mən burada sürətin deməli qrafikini necə çəkəcəm uşaqlar? Sürətin qrafikini artıq mən çəkəndə, deməli bura v yazmaq məcburiyyətindəyəm, bura t, mənfidən sinus qrafiki çəkəcəm. Yəni qrafikim mənfidən başlayacaq, sinus da sıfırdan başladığına görə bax qrafikim bu şəkildə gedəcək. Gördünüzmü?
Bax bu şəkildə. Yəni bir baxımdan heç bunları bilməsəz də sən avtomatik nə deyə bilərsən? Əgər x-i sənə kosinusla veribsə, sürət x-dan törəmədir. Avtomatik kosinusdan törəmənin mənfi sinus olduğunu bilib qrafiki mənfi sinusdan girə bilərsən. Bir də uşaqlar bizim burada var təcillə olan qrafikimiz. Gəlin ona da baxaq. Təcil nə idi uşaqlar? Təcil də bilirsinizsə nədir? Təcil A bərabərdir V böl T-dir. Düzdür? V0 olanda V böl T. Yəni belə çıxır ki, təcildə sürətdən birinci tərtib törəmədir. Onda yazıram A bərabərdir sürətdən birinci tərtib törəmə. O da bərabərdir. Sürəti nə almışam? Mənfi V maksimum. Mənfi V maksimum sinus omega T-dən birinci tərtib törəmə. Uşaqlar, sinusun törəməsi kosinusdur. Burada mənfi söhbəti yoxdur. Ona görə də mənfi sinusun törəməsi də mənfi kosinus olacaq. Yəni bərabərdir mənfi V maksimum kosinus omega T. Bir də dediyim kimi yenə omega T-nin törəməsi. Yəni içinin törəməsi. O da bərabərdir. Mənə nə verəcək uşaqlar? Omega T-nin törəməsi omegadır. Çıxıb vuracam qarşıya. Alınacaq mənfi V maksimum omega kosinus omega T. Görün yenə mən nə aldım uşaqlar? V maksimum omega. Yəni A bərabərdir V omega ilə təcil düsturu deyil. Yəni burada aldığım da elə yenə də A maksimum oldu da. Düzdür? A maksimum oldu. Onda aldığım ifadə olur ki, A bərabərdir mənfi A maksimum kosinus omega T. Vəssalam. İndi bunun da qrafikini çəkmək istəsəm, yenə gördüyünüz kimi mənfidə çəkəcəm qrafiki. Sadəcə bu səfər belə bir şey var ki, mənfidə kosinusla çəkəcəm qrafiki. Yəni baxın, bax bu şəkildə. Bu şəkildə. Bu da olur A-nın zamandan asılı qrafiki. Uşaqlar, baxın. Məsələlərimiz bu şəkildə gedir. Məsələlərimiz bu şəkildə irəliləyir. Yəni burada əslində çətin bir şey yoxdur. Diqqətlə baxsaz, yəni sadədir. İndi uşaqlar, mən bu qrafiklərə baxanda, gəlin çalışaq bu qrafikləri üst-üstə qoyaq. Baxın, bu mənim birinci qrafikimdir, düzdür, fikir verirsinizsə. Bir dəqiqə bunu belə eləyim. Aha, baxın, bu mənim birinci qrafikimdir. Və mən bu birinci qrafikdən görürəm ki, uşaqlar, burada kosinusla müsbətdən başlamışam. Sən bu qrafiki gətirib bu qrafikin üzərinə qoysan, fikir verirsənsə, bu ikinci qrafik buradan başlayacaq, düzdür? Çünki bu buradan başlayır axı. Yəni fikir verirsənsə, sürət rəqsləri x-dan pi bölü 2 qədər arxaya qaldı. Bunu gətirib bunun yanına qoysan, o da buradan başlayacaq. Yəni sürət rəqsləri təcil rəqslərindən pi bölü 2 qabaq olur. O da x-dan deməli, yenə də pi bölü 2 qədər fərqli yaranır. Yəni, yenə deyirəm, çünki baxın, siz bunu gətir, burada tapırsan, deməli, sürət rəqsləri buradan başlayacaq. Yəni, sən sürət qrafikini çəkmək istəsən, buradan belə çəkəcəksən. Təcil də ki, buradan başladığına görə, o da buradan belə çəkəcəksən. Düzdür, təcili də buradan belə çəkəcəksən. Lap istəyirsinizsə, onları burada göstərək. Baxın, deməli, sürət burada alınır, sürət qrafiki, bir dəqiqə. Aha, baxın, gətirdim, sürət qrafiki burada alınır da, həqiqətən də fikir ver, V. Buradan başlayır belə, həqiqətən də burada da elə başlayır və təcil rəqsini çəkəndə isə 1 pi bölü 2 qədərdir qarşıya atırsan. 1 pi bölü 2 qədərdir qarşıya atırsan, baxın, buradan alınır. Bu da olur mənim təcil rəqsim. Bu da olur təcil rəqsim, çünki fikir ver, buradan başlayıb. Həqiqətən də təcil buradan başlayır axı. Hə, bu qrafikdən mən nə görürəm? Bu qrafikdən mən görürəm ki, baxın, sürət rəqsləri yol rəqslərinin pi bölü 2 qədər qabaqlayıb. Təcil rəqsləri deməli, pi bölü 2 qədər geri qalır. Təcil rəqsləri isə fikir verirsinizsə, bu x-dan pi qədər irəlidir, v-dən isə pi bölü 2 qədər. Yəni, bax, bunun biri pi bölü 2-dir, yenə deyirəm, yadınızda saxlayın. Deməli, burada sürət rəqsləri, koordinat rəqslərini pi bölü 2 qədər qabaqlayır, amma təcil rəqslərindən pi bölü 2 qədər geri qalır. Təcil isə ən qarşıdadır. X-ı pi qədər qabaqlayır, sürəti pi bölü 2 qədər qabaqlayır. Yəni, bu şəkildə bunları yadını saxlaya bilərsiniz. Yəni, birinci yol, sonra sürət, sonra təcil. Hər birinin də arasında pi bölü 2 var. Yəni, bunları yadımızda saxlayaq. Aha.
Deməli, bu da belə uşaqlar. Bu da olur bizim ikinci əsas hissəyə bölünür. Yəni mən rəqsi hərəkətdə enerji çevrilmələrindən danışıramsa, potensial və kinetik enerjidən danışacağam. Rəqs sisteminin həm potensial, həm də kinetik enerjiləri zamana görə harmonik qanunu dəyişir uşaqlar. Amma təbii ki, yenə də burada nə baş verəcək? Tam enerji saxlanılacaq həmişəki kimi. İndi mən potensial enerjini tapanda, gəlin birinci potensial enerjiyi tapaq. Y potensial nəyə bərabər idi uşaqlar? Kx kvadrat bölü 2. Düzdür, bizim düsturumuz belədir da. İndi x üçün aldığımız ifadə gətirib qoyuruq yerinə. Yəni k, x-i nə almışdıq uşaqlar? X maksimum kosinus omega t kvadrat bölü 2. Düzdür, belə almışdıq da. Vəssalam. İndi gətirib bunu mən yerinə qoyanda nə alıram? K, x-in maksimum kvadratı eləcək x maksimum kvadrat bölü 2. Qarşısında da kosinus kvadrat omega t yazıram. Kosinus kvadrat omega t. Vəssalam uşaqlar. İndi siz burada bilirsiniz ki, bu həm də tam enerjidir da. Bilirsiniz də, bir şeyin maksimalı bizə tam enerjini verir daha. Onda burada, yəni bunu sən belə də yaza bilərsən ki, Y potensial bərabərdir. Deməli, Y tam kosinus kvadratı omega t. İndi uşaqlar bunun qrafikini mən çəkəndə görün necə çəkəcəm. Bu qrafik biraz fərqli olacaq. Bəli, kosinus qrafiki olacaq, düzdür? Amma fikir verirsinizsə burada kvadrat var. Bəs ay müəllim, kvadratın mənası nədir? Kvadratın mənası uşaqlar 2-nin kvadratı 4-dür, mənfi 2-nin kvadratı yenə 4-dür. Yəni burada kvadrat olduğuna görə burada nə olmayacaq? Qrafik mənfiyə düşməyəcək. Kosinus qrafik olacaq, amma belə getməyəcək. Qrafik görün necə gedəcək. Baxın, belə gəldi, mənfi hissəsi yoxdur. Belə gəldi, yenə belə gəldi, mənfi hissəsi olmayacaq. Yaxşımı? Laf istəyirsiniz biraz balaca çəkim. Baxın, belə gəldi, bu hissə yoxdur. Bu hissəsi yoxdur. Buradan belə çıxdı. Yenə belə gəldi. Yenə aşağı hissə yoxdur. Yenə buradan belə çıxdı. Yəni bu şəkildə qalacaq. Çünki mənfiyə düşmür da, belə deyim. Aha, indi kinetik enerjidən danışdıqda isə kinetik enerjiyə nə demişdik uşaqlar? Y kinetik bərabər idi mv kvadrat bölü 2. Düzdür? Mv kvadrat bölü 2. İndi mən də burada əgər x-i kosinusdan almışdımsa, sürət onun mənfisi olurdu da. V mənfi V maksimum sinus omega t almışdıq da, düzdür? Onun kvadratı bölü 2. Yenə deyirəm, niyə aldıq uşaqlar? Çünki kosinusun türəməsi nə idi? Mənfi sinus. Ona görə də burada V-ni tapıram deyə qarşısına V maksimum yazdım. Kosinusun da yerində mənfi sinus yazdım. Yenə də bunun türəməsi mənə nə verəcək uşaqlar? MV maksimum kvadrat bölü 2 sinus kvadrat omega t. Sinus kvadrat omega t. Vəssalam. Yenə də bu ifadə mənim üçün tam enerjini ifadə elədiyinə görə gətirib yerində yaza bilərəm. Yəni Y kinetik bərabər olacaq nəyə? Y tam sinus kvadrat omega t. Düzdür? İndi burada da nə olacaq uşaqlar? Qrafikin bu səfər sinusdan başlayacaq. Yəni sinus bilirəm ki, sıfırdan başlayır. Amma yenə də bir yaxşı məntiqlə nə olacaq? Mənfiyə düşmə məsələsi olmayacaq. Çünki fikir verirsinizsə, burada da nə var? Burada da kvadrat məsələmiz var. Yəni qrafikimiz yenə bu şəkildə olacaq. İndi yəni burada da bu yeni əl yazdım. Hamısını pecatını yazdım. Bu şəkildə yazaq ki, bizi çaşdırmasın. Aha. Vəssalam uşaqlar. Bu da olur bizim məsələmiz. Amma bir şey yadda saxlayın ki, çox vaxt burada W ilə də işarələyirlər rəqslərdə enerjini, W potensial və yaxud da W kinetik olaraq görə bilərsiniz. Özünüzü çaşdırmayın da, enerjinin ifadəsidir. Yəni heç bir fərqi və ya mənası yoxdur başqa. Bu da bu şəkildə uşaqlar. Enerji çevrilmələrimizdə olur bu şəkildə. İndi burada riyazi bir də yaylı rəqqas anlayışları var uşaqlar. Onlardan da sadəcə qısa konkret tərif düsturları var, başqa bir şey yoxdur. Uşaqlar, riyazi rəqqas bilirsiniz nədir? Riyazi rəqqas uzanmayan, çəksiz ipdən asılmış bərk cisimdir. Yəni bayaq çəkdiyim də əslində. Dəqiqə. Aha. Gəlin yazaq riyazi rəqqas. Yəni fərz elə ki, bir dənə ipin başına bir dənə cisim bağlamısan. Yəni burada başqa bir məna yoxdur. Riyazi rəqqasda da uşaqlar 2 dənə düsturumuz var. Bir periodun düsturu var. Yazıram. Birinci periodun düsturu. Period bilirsiniz burada nəyə bərabərdir? Period bərabərdir 2pi kök altında L bölək J. Uşaqlar, buradakı L də nədir bilirsiniz? İpin uzunluğudur. Yaxşımı? İpin uzunluğudur. Bir dəqiqə bölək J. Buna bir də Huygens düsturu deyirlər. Yəni birdən hardasa qarşımıza çıxar. Özümüzü çaşdırmayaq.
Huygens. Yəni düsturun adıdır sadəcə. Bu şəkildə. Burada L nə oldu uşaqlar? İpin uzunluğu oldu. Əgər məndən tezliyimi istəsə nə edəcəm? Əlbəttə ki, bunun tərsini götürəcəm də. Tezliklə istəyəndə təbii ki, period hər zaman tezliyin tərsidir axı. Ona görə tərsini götürəcəm. Yəni onda yazıram ki, deməli, new tezlik bərabərdir nəyə? 1 böl perioda uşaqlar. Düzdür? Bunu bilirik də, periodun tərsinə bərabərdir. Ona görə o da bərabərdir 1 böl 2pi. Kök altında da nə olacaq uşaqlar? J bölək L olacaq. Düzdür? Çünki tərs asılıq bunun lazımdır daha tərs asılıqda bizə. İndi mən buradan nə görürəm? Mən buradan onu görürəm ki, period uzunluqdan necə asılıdır? Gəlin baxaq. Deməli, period uzunluqdan düz asılıdır, amma necə düz asılı? Kök altı düz asılıdır. Düzdür? Uzunluqdan kök altı düz götürəcəm. Bəs tezlik uzunluqdan necə asılıdır uşaqlar? Tezlik isə uzunluqdan tərs asılıdır gördüyünüz kimi. Çünki tərs asılıqda kök altı və s. bizim üçün önəmli deyil. Tərs asılıqdır. Vəssalam. İndi elə bir hal gələ bilər ki, uşaqlar, burada J-nin yerində J-yə bölək R kvadratını açarsınız, o da sizi çaşdırmasın. Birdən riyazi rəqqas A təcillə hərəkət etsə nə olacaq uşaqlar? Məsələn, fərz edək ki, bir dəqiqə. Fərz edək ki, riyazi rəqqas A təcillə hərəkət edir. A təcillə hərəkət. İndi burada nə edəcəyik uşaqlar? Əgər yuxarı təcillə hərəkətdirsə, əgər yazaq da burada deməli bir dəqiqə. Əgər yuxarı təcillə hərəkətdirsə, onda təbii ki, J plus A olacaq. Yəni, deməli, yuxarı təcil olsa, onda period nəyə bərabər olacaq uşaqlar? 2pi, gəlin istəyirsiniz birbaşa yazaq da, plus minusla yazaq. 1-2 yazmayaq, plus minusla yazaq. Dəqiqə. Tutalım ki, A təcilli hərəkətdir. Period necə olacaq uşaqlar? Əgər şaquli yuxarı təcilli hərəkətdirsə, onda J plus A, şaquli aşağı təcilli hərəkətdirsə, onda J minus A yazılacaq. Yəni, ümumilikdə nə olacaq? J plus minus A şəklində ifadə olunacaq. Təbii ki, uşaqlar tezlik üçün də eyni şey keçərlidir. Tezliyi də yazılan 1 böl 2pi, yenə də kök altında J plus minus A. Böl L təbii ki, öz yerində. Yaxşımı? Yəni, burada bizim əsas məqsədimiz nədən ibarətdir? Bizim əsas məqsədimiz odur ki, təcilin üzərinə gələcəyik ya da təcili çıxacağıq. Yəni, bu şəkildə. Vəssalam uşaqlar, bu olur mənim riyazi rəqqasım. Çəksizlik şəraitində də, gəlin o da qeyd kimi yazaq, sonra yadımızdan çıxaq. Çəksizlik şəraitində nə olurdu? Çəkisizlik. Çəkisizlik şəraitində mən bilirəm ki, təcil elə J-yə bərabər idi uşaqlar. Ona görə də bu halda riyazi rəqqas ümumiyyətlə rəqs etmir. Yəni, çünki bu məxrəc 0 olur, burada surət 0 olur. Yəni, ümumiyyətlə cavab 0 olduğuna görə nə olacaq? Belə yazaq. Rəqqas, deməli, rəqqas rəqs etmir. Ümumiyyətlə mənası olmur. Yəni, çünki nə period alınır, nə tezlik alınır. Bunun səbəbi rəqqasın rəqs etməməsidir. Aha. Vəssalam uşaqlar, və sizə bir söz deyim ki, burada riyazi rəqqas zamandan asılı deyil də, yəni gördüyünüz kimi, burada ancaq uzunluqdan bir də sərbəst düşmə təcilindən asılıdır. Həm period, həm də tezlik. Yəni, başqa heç nədən asılılığımız yoxdur. Bunu da mütləq şəkildə yadımızda saxlayaq, sonra aləmi qatmayaq da bir-birinə. Vəssalam uşaqlar, bu olur mənim riyazi rəqqasım. Bir də mənim yaylı rəqqas anlayışımız var uşaqlar bizim. Yaylı rəqqasda da nəyə diqqət eləməlisiniz? Yaylı rəqqasda da belə bir məsələmiz var. Sadəcə istəyirsinizsə bir dənə riyazi rəqqasda o J-ni yerinə qoymaq da deyim də. Yəni, burada bunun yerinə J-in bölək R kvadratı yaza bilərsiniz. Çünki sərbəst düşmənin ifadəsi axı ya da J-in bölək R plus H kvadratı yazıla bilər. Onlar da mütləq yadınızda saxlayın. Yəni, yadınızdan çıxartmayın ki, belə bir şey ola bilər. Aha, bir də dediyim kimi yaylı rəqqas anlayışımız var. O da yazma ehtiyac var uşaqlar ona. İstəyirsiniz yazaq. Baxın, məsələn, period belə ola bilər. Period bərabərdir. Birini yazacağım periodla. Tezliyi özünüz biləcəksiniz də. Deməli, period bərabərdir. 2pi, deməli, kök altında L bölək. Uşaqlar, J-nin yerinə nə yaza bilər? J-nin öz düsturu var. Məsələn, tutalım ki, hündürlükdədir cisim. J bölək R plus H-ın kvadratı.
Gördünüzmü? Yəni bax bu şəkildə bunu ifadə edə bilərsiniz. Sonra burada nə baş verəcək? L plus h kvadratı çıxacaq surətə. Vəssalam. Burada məsələmiz biraz dəyişəcək də və kökdən çıxacaq. Olacaq 2pi L plus h, düzdür? L plus h. Kökün içində də qalacaq L bölək j. Bax, yəni bu şəkildə qarşımıza çıxa bilər. Özünüzü çaşdırmayın. Bu ifadələrdə özünüzü çaşdırmayasınız. Aha, yəni bu tezlikdə də yerinə qoyub tapa bilərsiniz burada da. Yaylı rəqqas isə yaydan asılmış bir cisimdir. Yəni eynən bunun kimidir. Sadəcə cisim yaydan asılıb və onun üzərində rəqs eləyir. İndi gəlin bir dənə o da nəzərdən keçirək. Aha, yaylı rəqqasda da uşaqlar yenə rəqsin periyodunun və tezliyinin sadəcə belə deyim də qısa konkret düsturları var. Yəni burada artıq periyodun ifadəsi yenə belə olacaq. Yazaq periyodu. Bir dəqiqə. Aha, period nəyə bərabər olacaq? Uşaqlar 2pi kök altında uşaqlar m bölək k-ya bərabər olacaq. Baxın, burada m yaydan asılmış yükün kütləsidir. K-da yayın sərtliyidir. Yaxşımı? Yəni bu şəkildə yadımızda saxlayırıq. Amma tezliyin ifadəsinə gəldikdə isə tezlik də bərabər olacaq 2pi kök altında, üzr istəyirəm, 1 böl 2pi təbii ki. Aha, 1 böl 2pi kök altında k bölək m. Yaxşımı? Yəni tam tərsi də k bölək m. Bir də uşaqlar, bir yax demədim, unutdum. Burada omeqanın da ifadəsi ola bilər. Baxın, yadınıza salaq, gəlin 3-cü oda yazım. Omega nəyə bərabər idi? Omega bərabərdir 2pi nü-yə. Gəlin yerinə qoyaq. Yəni 2pi vuraq. Nü-nün yerinə görə nə yazıram? 1 böl 2pi kök altında k bölək m. Yəni burada 2pi'lər ixtisar gedəndə nə qalacaq? Omeganın ifadəsi kök altında km olaraq qalır. Yaxşı, yəni burada diqqətli olun, özünüzü çaşdırmayın. Yəni omeganın ifadəsi eynən sanki tezlikdəki düsturdur, sadəcə pi-siz hissəsi, yəni 2pi hissəsi olmayan şəkildə. Aha, buradan bəs mən nə görürəm uşaqlar? Buradan mən görürəm ki, yayın periyodu fikir verirsinizsə, baxın, yayın periyodu kütlədən yenə kök altı asılıdır. Kütlədən kök altı asılıdır, amma tezlik isə kütlədən uşaqlar nədir? Kütlədən tərs asılıdır. Yəni bayaqki məsələlər kimi də yadımızda saxlayaq bunları da yadımızdan çıxartmayaq. Bu da belə. İndi uşaqlar burada bir dənə də qeyd etməli olduğumuz hissə var. Yəni yaylı riyazi rəqqası bildiksə əgər bir dənə də qeyd etməli olduğumuz hissə var. O da bir rəqsdə nəyin maksimal harda olduğu ya da minimal harda olduğudur. Mən indi bura bir dənə riyazi rəqqas seçirəm. Uşaqlar, baxın, biraz böyük çəkəcəm, görə bilək deyə. Mən bura bir dənə riyazi rəqqas seçirəm. Yəni başqa sözlə ipdən asılmış bir dənə cisim çəkirəm. Və bu cisim gördüyünüz kimi burada tarazlıq vəziyyətindədir. Burada yazıram O nöqtəsi, yəni bu bunun tarazlıq vəziyyətidir. Fərz edirəm ki, indi bunu mən hərəkətə gətirdiyim O nöqtəsindən gəldi bura. Dayandı burada, düzdür. Bu olsun bunun A nöqtəsi və sonra da buradan yerlənərək tarazlıq vəziyyətinə keçib gəldi bu biri başa, düzdür. Bu da olsun bunun B nöqtəsi. İndi uşaqlar, burada belə bir nüans var. Baxın, harda nə maksimum olacaq? Yadınızda saxlayın ki, bax bu kənar hissələr var, kənar hissələr. Yəni, burada biləkdə A və B hissələrində, uşaqlar, A və B hissələrində. Baxın, potensial enerji maksimal olur. Niyə? Çünki cisim buradan belə gedəndə get-gedə sürəti azla-azla gedir, amma artan tərzlə gedir də. Ona görə də burada potensial enerji maksimal qiymət alır, maksimum olur. Yaxşımı? Bir də təcil maksimal qiymət alır. Təcil maksimum olur. Yerdə qalan hamısı uşaqlar 0 olur. Yerdə qalan nədir bəs? Təbii ki, uşaqlar, yerdə qalanda baxın bunlar olacaq. Gəlin bunu biraz daha qalın vergüllə yazım. Kinetik enerji, sürət və impuls. Bu üçü nə olacaq uşaqlar? Bu üçü 0 olacaq. Yaxşımı? Bunu yanımda saxlayaq. İndi gəlin O nöqtəsi üçün danışaq. O nöqtəsində uşaqlar bunun tam tərsidir. Yəni kinetik enerji maksimum olacaq. Yəni ən mərkəzdə. Sürət maksimum olacaq. Həmçinin impuls maksimum olacaq. Amma bu səfərdə nə olacaq? Bu səfərdə potensial enerji ilə
təcil bu səfər 0 olacaq. Yaxşımı? Onda belə çıxır ki, sən O-dan B-yə gedəndə sənin sürətin azalır, çünki burada maksimal idi, burada 0 olur. Sürətin azalır, təcilin isə artır, çünki burada təcil 0 idi, burada maksimal olur. Ya da tam tərsinə, məsələn, sən belə gedəndə, buradan bura gələndə mərkəzə doğru görürsən, burada sürət artacaq, çünki 0-dan maksimala gedirsən, potensial enerji məsələn azalacaq. Oldu mu? Yəni həmişə yadında saxlayın ki, mərkəzə doğru gedəndə hər zaman bizim burada sürətimiz və kinetik enerjimiz artacaq, amma mərkəzdən uzaqlaşdıqca isə, yəni kənarlara getdiksə isə potensial enerjimiz artacaq. Onda məsələn belə çıxır ki, bizim tarazlıq vəziyyətinə hərəkətimiz necə hərəkətdir uşaqlar? Baxın, əgər sən belə gəlirsənsə, deməli tarazlıq vəziyyətinə doğru gəlirsənsə, onda nə baş verəcək? Onda azalan təcillə yeyinləşən hərəkət eləmiş olacağıq. Yaxşımı? Yəni məsələn gəlin buna bir halı deyək. Bir halı nə olacaq uşaqlar? Azalan təcillə çünki fikir verin, mərkəzdə təcil 0-dır axı. Burada isə maksimaldır. Azalan təcillə yeyinləşən hərəkət eləmiş olursan. Yəni hara gələndə? Tarazlıq vəziyyətinə gələndə. Yox, bəs mən birdən belə getsəm, bəs onda necə olacaq? Belə getmək isə uşaqlar artıq 2 haldır. Tarazlıq vəziyyətindən çıxıram. Yəni artan təcillə, təcilim çünki get-gedə artır, ən kənarda maksimal olmalıdır, amma sürətim azalır. Yəni yavaşlayan. Artan təcillə yavaşlayan hərəkət eləmiş oluram. Bunları da mütləq şəkildə yadımızda saxlayaq ki, bunlar da bizim yadımızdan çıxmasın. Ümumiyyətlə, rəqslər uşaqlar 2 yerə bölünür. Sönən rəqslər var, bir də sönməyən rəqslər var. Sərbəst rəqs deyəndə xarici qüvvənin təsirinə məruz qalmayan rəqs başa düşülür. Yəni, sərbəst rəqslərdə də bir dəfə enerji verirsən, ancaq daxili enerji hesabına rəqs davam edir. Yəni, məsələn, sən bir dəfə verdiyin enerjinə, sonra davamlı olaraq rəqs davam edir, rəqs sönmür. Buna sönməyən rəqslər deyilir. Amma normal şəraitdə, real həyatda rəqslər sönən rəqslərdir. Sən bir dəfə hərəkət versən, qeyri-konservativ qüvvələrimiz var, xarici qüvvələr var. Məsələn, sürtünmə. O təsir edirsə, artıq burada rəqslər yavaş-yavaş nə olur? Sönməyə başlayır. Deməli, onda əgər rəqs sönmürsə, bir dəfə hərəkət verməklə davamlı olaraq hərəkət edirsə, bu rəqslər sönməyən rəqslər adlanır və onların da tezliyi məxsusi tezliyi adlanır. Yox, amma rəqsi həmişə sürtünmə qüvvəsi təsir edinə görə həmişə rəqslər sönür. Yəni, get-gedə amplitudu azalır və nəhayət rəqs dayanır. İndi onların şəklini də çəksək əgər, belə çəkərəm ki, baxın, fikir verin. Bu mənim, deməli, gəlin biraz yuxarıdan yazım. İndi buradan sönən rəqsləri çəkəcəm. Birindən də sönməyən rəqsi çəkəcəm. Gəlin, bunların fərqinə baxaq. Baxın, bu olsun mənim sönməyən rəqsim. Sönməyən. Bu da olsun sönən. İndi sönməyən rəqs təbii ki, uşaqlar, baxın, belə gedəcək. Yalnız eyni amplitudda. Yalnız eyni amplitudda. Amma sönən rəqslər, bu niyə belə oldu? Bir dəqiqə. Aha, baxın, bu belə gedəcək. Fikir verirsinizsə, ancaq eyni amplitudda. Amma sönən rəqslər, məsələn, baxın, bu cür amplitudla gedir, sonra amplitud biraz azalır. Sonra daha da azalır, sonra daha da azalır. Və belə fikir verdinizmi? Yəni, get-gedə sönür da. Real həyatda da təbii ki, hərəkəti, məsələn, sən bir dəfə topa vurdun, ya da rəqqasa vurdun, rəqs bir-iki dəfə rəqs elədin, amma nəhayət sonrasında nə olacaq? Nəhayət sonrasında o dayanacaq da bir müddətdən sonra. Kənardan axı qüvvələr təsir eləyir. Ona görə də, yəni, real həyatdakı rəqslər sönən rəqslərdir. İndi, sönməyən rəqslərin tezliyi oldu məxsusi tezlik, amma məcburi rəqs nə olacaq? Periodik dəyişən qüvvənin təsiri ilə yaranan rəqslərdir və məcburi rəqslərin tezliyi də həmişə xarici qüvvənin tezliyinə bərabər olur. O nə yaradıbsa ona. Aha. Sonra burada biz nədən danışa bilərik? Bir də uşaqlar rezonans hadisəsi var. Rezonans. Rezonans hadisəsi nədir uşaqlar? Məcbur edici həmin qüvvə var, rəqsi yaradan məcbur edici qüvvə. Onun tezliyi sistemin öz tezliyinə bərabər olsa, yəni sönməyən rəqslərdəki məxsusi tezliyə bərabər olsa, onda rəqslərin amplitudu çox artır. Kəskin bir şəkildə artır və bu da bizim üçün rezonans halıdır. Deməli, onda rezonans şərti nə olacaq? Rezonans şərti o olacaq ki, uşaqlar, sistemin, belə deyək də, tezliyi məxsusi tezliyə bərabər olsun. Yaxşımı? Yəni, əgər rəqs sönməsəydi, baş verən məxsusi tezliyi var, ha? Yəni, tezliyimiz ya da dövr tezliyimiz bərabər olsun məxsusi tezliyə. Bu dövr tezliyinə yazdım, qoy tezliklə də yazım. Hə, bax, bu şəkildə görə bilərsin. İndi, başqa nə deyə bilərəm burada? Gəlin, bir dənə də bu şəkildə qrafik görə bilərsiniz. O da sizə deyim, artıq yekunlaşdıraq. Baxın, qrafikimiz bu şəkildədir.
Belə görə bilərsiniz qrafiki. Yəni x-in t-dən asılılığını baxın belə görə bilərsiniz. Bax belə qalxa bilər. Sonra amma bununla yekunlaşmır da. Bir dəqiqə bax belə görə bilərsən. Sonra bunun biri də olur aşağısında bax belə olur. Yəni burada qiymətlər olur. Baxın burada bir qiymət olur həmişə. Bax bizim üçün önəmli qiymət o qiymətdir. İndi burada görürsüz ki, 2 dənə əyri var da. Bu mənim üçün olsun 1 əyrisi uşaqlar. 1 əyrisi. Bu da olsun 2 əyrisi. Hə, indi uşaqlar burada sizə bir söz deyim ki, bir əyrisi ən maksimal qiyməti göstərir, kəskin maksimumu göstərir. Orada kiçik sürtünmə qüvvəsi olur. Amma iki əyrisində böyük sürtünmə qüvvəsi olur. Yaxşımı? Yəni o yadınızda saxlayın. Ümumiyyətlə rezonansda da maksimum kəskinlikdə sürtünmə qüvvəsi güclü təsir eləyir. Yəni bu da biz belə yadımıza saxlayaq. Yəni bu şəkildə uşaqlar məsələmiz olur, rezonans hadisəsi olur belə, sadəcə yəni nəzəriyyə kimi düşə bilər. Bir də sizə bir şey deməyi unutdum mən uşaqlar, onu mən sizə deyim. Baxın, biz dedik ki, bu mənim periodum. Period burada nə olacaq? Baxın, bu mənim rəqqasımdır, düzdür? Rəqqas gəldi bura. Sonra getdi bu tərəfə. Məsələn, mən sizə desəm ki, rəqqasın tarazlıq vəziyyətindən bura gəlməsi 2 saniyədir. Onda period nə qədər olar? Öz-özümüzə desək, avtomatik belə deməlisən də, müəllimə, buradan bura getdi 2 saniyəyə. Sonra qayıtdı 2 saniyəyə. Oldu 4 saniyə. Amma biz dedik ki, hələ burada rəqs yekunlaşmayıb. Sonra getdi bu biri tərəfə yenə 2 saniyə. Yenə deyirəm uşaqlar, bir şey də bilin ki, buradan bura nə qədər vaxtı gedibsə, buradan burada həmin qədər vaxtı gedəcək. Çünki eyni məsafədir. Sonra təzədən bura qayıtdı yenə 2 saniyəyə. Gəldimi təzədən ortaya? Bəli. Deməli, rəqs tamamlandı. Onda bir periodda uşaqlar 4 amplituda sərf olunan qədər vaxtı, yəni 8 saniyə olacaq mənim burada periodum. Yaxşımı? Yəni 4 dəfə getməlidir. Onu sən rəqqasın üzərində göstərmək istəsən, məsələn, x-in t-dən asılığı tutalım ki, bu şəkildə verilib. Və sənə deyir ki, periodu göstərir. Burada yazıb 2, 4, 6, 8 zamandır da uşaqlar. İndi yenə 4 dənə sayacaqsan. Amma necə? Baxın, bu bir dənə yarım var ha. Bu 1. Yəni, buradan bura getmək sanki. Sonra bu ikinci yarım qayıtmaqdır. Bu üçüncü yarım bura getməkdir. Dördüncü yarım təzədən qayıtmaqdır. Yəni, gəldi düşdü 4 saniyəyə. Yaxşımı? Baxın, bu ortanı həmişə buradakı tarazlıq kimi düşünün. Bu yuxarını bu kənar yer, aşağını da bu kənar yer kimi düşünün. Yəni, o şəkildə məsələmiz aydın olacaq. Ümumiyyətlə, siz həmişə yadınızda saxlayın ki, əgər rəqqasın üzərində periodu tapırsansa, yəni periodun, bir dəqiqə, məsələn, sürətin zamanlı asılığı verilib bu şəkildə. Məsələn, yazılıb 3, 5, məsələn deyirəm, 7, 9. Yenə səndən periodu istəyirsə 4 dənə saymalısan. Amma uşaqlar, bax 1 belə saymayın. Ha, uşaqlar çox elə sayır, səhvdir. Yarım pi bölü 2 qədər 1. Bax budur. Yəni, bax, buradan bura kimi. Bunun yarısı 1, bu yarısı 2, bu yarısı 3, bu yarısı 4. Gəldi hara düşdü? 5-ə. Onda deməli sənin burada periodun 5 saniyə imiş. Yaxşımı? Vəssalam. Yəni maksimum bir də bizə düşə biləcək şey budur. İndi bunları bildiksə, bu olur bizim mexaniki rəqslər dərsimiz. Dalğaları keçmədik, mexaniki rəqslərdən danışdıq.